adlarını Qurani qoyublar. Güya Quranla gedirlər bunlar. Vallahi düşməndilər. Quranın düşmənləridir. Ayə tapıblar. İnsan necə cürət edib? Ya lallahil əcəb. İnsan necə cürət edib? 1400 il İslam ümmətində imamların, alimlərin minlərlə insanların başa düşmədiyi şeyi, demədiyi şeyi necə çıxıb indi cürət edib Allahın kitabına baxıb o sözləri deyə bilər? Halbuki ondan qabaq heç kim deməyib. Bəs edir ki, sən batil üzərindəsən. Bəs edir bu. Sən haqq ola bilmərsən. Bu zəlalətdir bu. Elə bil, siz təsəvvür edin, 14 əsrdir ayə nazil olub, məsələn, qadın hicab taxmalıdır. Biri gəlib deyir ki, yox, siz başa düşməmişsiniz, orada hicab deyil, sinə bağlanmalıdır. Orada baş örtüyündən getmir söhbət. Bunu qəbul edən adam normal adam ola bilməz yəni. Əqli salamat ola bilməz yəni. Sən demə, 1400 ildir Allah icazə verib, izin verib ki, ümmət zəlalət üzərində olsun. Bir uşaq, kimsə cahil biri çıxacaq, o haqqı deyəcək 21-ci əsrdə yaşadığımız zamanda və 1400 il yaşayan müsəlmanlara qaranlıq qalacaq haqq. Biri peyda olacaq, müasir zamanda çıxıb da Quranilər. Belə firqə yoxdur yəni. Bunlar tapıblar. Sən demə baş bağlanmır. Yəni buna inanan insan yəni necə ola bilər yəni? Necə insan bunu özünə razı ola bilər buna? Necə insan bunu qəbul edə bilər ki, 1400 il qardaş, heç kimin demədiyi sözü mən deyirəm. Necə bu haqq ola bilər? Necə bunu qəbul edə bilər insan? Budur sözümün canı.